Hissə 10. Yaşlanma və beyin sağlamlığı. Beyin yaşlandıqla funksiyaları dəyişə bilir. Yaddaş və koordinasiya azalır. Düzgün qidalanma və fiziki aktivlik vəzifəsindədir. Sınaqlar və neyronlar sağlamlığı qoruyur. Bilim və öyrənmə yaşla daha çox dəstək olunur. Hissə 11. Diqqət və konsentrasiya. Diqqət və beynin vacib funksiyasıdır. Konsentrasiya hərəkət və düşüncələri yönəldir. Hissə 12. Dinləmə və danışıq. Qulaq beyinə səsləri göndərir. Auditori korteks səsləri emal edir. Danışıq frontal korteks vasitəsilə yaranır. Sözlər və sınaqlar neyronlarla qəbul olunur. Beyin sözləri düzgün anlamaq ilə əlaqələşdirir. Hissə 13. Görüntü və vizual emal. Gözlər məlumatı toplayır. Vizual korteks sınaqları emal edir. Hissə 14. Hiss və duyğular. Hiss və duyğular amigdala vasitəsilə yaranır. Beyin emosiyaları nəzarət edir. Hiss hərəkət və qərarları təsirləyir. Dəri burun dişləri siqnalları göndərir. Beyin hiss və reaksiyanı tarazlayır. Hissə 15. Hafizə və öyrənmə strategiyaları. Hafizə öyrənməyi asanlaşdırır. Qısa və uzun müddətli yaddaş var. Öyrənmə və neyronlar arası əlaqə ilə gerçəkləşir. Siqnallar və sinapslar fəaliyyəti dəstəkləyir. Beyin öyrənmə prosesini mükəmməlləşdirir. Hissə 16. Stres və beyin. Stres beyin funksiyasına təsir edir. Kortizol hormonu siqnalları təsirləyir. Yaddaş və koordinasiya azala bilər. Düzgün rahatlanma stresi azaldır. Beyin funksiyası tarazlanır. Hissə 17. Siqnallar və refleks. Beyin siqnalları emal edir. Reflekslər sürətli hərəkət edir. Sensor orqanlar məlumatı göndərir. Neyronlar və sinapslar əlaqədardır. Beyin refleksləri nəzarət edir. Hissə 18. Diyet və beyin sağlamlığı. Düzgün qidalanma beyin funksiyasını qoruyur. Omega-3 vitaminlər və antioksidantlar vacibdir. Hidroqlişlər dəstək olur. Beyin funksiyası yuxu vasitəsilə mükəmməlləşir. Sağlam və qidalanma öyrənmə və yaddaşı asanlaşdırır. Hissə 19. Yuxu və beyin. Yuxu və beyin sağlamlığı üçün vacibdir. Yuxu əsasən yaddaşı mükəmməlləşdirir. Hissə 20. Beynin potensialı və gələcəyi. Beyin potensialı mükəmməldir. Neyroplastik funksiyalı dəyişməyə məhkumdur. Öyrənmə və yaddaş hər gün təkmilləşir. Təsir tədbirdə və təkrar beyni gücləndirir. Gələcəkdə beynin funksiyası daha mükəmməl olacaq. Hissə 21. Beyin və hərəkət öyrənməsi. Beyin hərəkəti planlayır və nəzarət edir. Kiçik beyin hərəkəti koordinasiya edir. Əgər belə maraqlı faktlar istəyirsinizsə, videonu bəyənin və kanalıma abunə olun.